Hörmətli izləyicilər, sizlərə gülünc gəlsə də mən özümü Allahın seçimi sayıram. Bu demək deyil ki, mən sizlərdən fərqli olaraq çox pak, dürüst, dilində yalançılıq olmayan bir şəxsəm. Xeyr, həyatımda o qədər yalanlar danışmışam ki, bir dəfə türmədən gələn bir oğlan bıçaq götürüb birini öldürməyə gedirdi. Qabağına keçdim, yalandan and içdim ki, o məsələdə mən də oradaydım. Elə olmadı, belə oldu. Bir qanı dayandırdım. Yəqin ki, Allah Taala yalan danışdığıma görə günahımdan keçər. İndi bir yalanımı da danışacağım. Çox maraqlıdır. 90-cı il idi, mənim də 35 yaşım var idi, hələ öydə idim. Bu Allahla görüş məsələm də var idi, əlimdə çörək adında sübutum da var idi. Bu məsələləri hamıdan gizlətmişdim, heç kəsə açmamışdım. Fikirləşdim ki, deyəcəklər, yazıq Qariyev öydə qalıb, mollaya, baxıcıya gedir, baxtını açdırmağa. O da başına torba salıb əlinə bir çörək verib ki, bu səni baxtını açacaq. Bunu düşünərək bu məsələni heç kəsə açmamışdım. Bir gün otağıma isti külək gəldi. Mənə dəyən kimi hoşum itdi. Göstərildi ki, səni verəcəyim oğlan iyunun 5-də gələcəkdir. Mən bunu çördüm, yaxınlarıma, padruqalarıma yuxu kimi danışdım. Dedim, yuxuda mənə deyildi ki, gedəcəyin oğlan iyunun 5-də gələcək. Öz də sana görənə qapı açılacaq. Mən belə yozdum. Belə başa düşdüm ki, bir halda ki, Allah göndərir. Deməli, hamıdan fərqli olaraq mənə görənə qapı açılacaq. Vəzifəli, pullu, evli, eşikli, maşınlı bir adam gələcək. Öz fərziyəmlə yozdum. Yaxınlarıma, padruqalarıma belə danışdım ki, mənə güya deyilib ki, belə bir qapı açılacaq. Yenə deyirəm, öz fərziyəmlə dedim. 1-ci iyunun 5-i oldu. Heç kim gələn zad olmadı. 2-ci iyunun 5-də oğlan gəldi. Oğlanı görəndə dünya təpəmə açdı. Elə bir lomla təpəmə vurdular. Gözümə qaranlıq çöktü. Ya Rəbbi, gələn budurmu? Nə biabırçılıq. Süysünüm düşdü. Bu oğlan ömrü boyu mənə elçi göndərib. Həyatımda bircə bu ağız açıb. Mən razılaşmamışam. Orta məktəbdə mənlə oxuyub aşağı siniflərdən, məktəbdən yayınıbdır. Çox arvad boşuyub, içkiyə meyilli adamdır, heç yerdə işləmir. Ya Rəbbi, o danışdığım adamların üzünə nətər baxacam. Az budurmu görənək qapı. Dünya təpəmə açdı. Oğlana heç nə demədim, çıxdı getdi. Həmişə smenə gedəndə yolda məni qarşılayır. Sağ ol, salam, sağ oldan başqa ikinci kəlmə yoxdur. Elə dediyi də orada qaldı. Artıq yanvar aydı, 6 aydı. Bir kəlmə söhbət eləmir. Yanvarın 4-üdür, gecə. Qapımı döyülmək səsinə oyandım. Hürkək döyülürdü. Başa düşdüm ki, oğlan gəlib. Bərk nerviləndim, səsimi çıxartmadım, ürəyimdə söydüm ki, belə filan gəlibsən. Bir, qaydarsan da ki, güya məsəl qapı açasıyam. Qapı döyüldü, getdi. Sabah işə gedəndə yoldaydı, ağzıma gələn münaq gecə haraya gəlib çıxmışdım, məsəl qapı açasıydım. And düşdü ki, mən gəlməmişəm, olmamışam. Deməli, səni gecə qaçırtmağa gəlibmişlər. Ona da gülməyim tutdu ki, günüz qaçırdan olmadı məni, gecə pasteldən mi aparırlar? Heç səndən başqa mənə ağız açan olmayıbdı. Deyirdi, yox, səni aparmağa gəlibmişlər, qaçırtmağa, sən mənlə bir gün getməlisən. Mən başa düşdüm ki, qapım Allah Taaladan döyülübdür. Bir gün mən getməliyəm. Bildim ki, inatlıq eləməyin yeri yoxdur. Mən başa düşürdüm ki, 6 ayda bilirdim ki, bu mənim həyat yoldaşımdır, bu mənim ərimdir. Amma buna çatmır, bu bilmir. Yanına düşdüm, getdim. Atası anası rəhmətə gedib, evdə, yurtda, qardaşı ailəsinlə qalır. Qardaşı dedi, sən nə ağılla gəlirsən? Sən bilmirsən ki, bu arvad saxlayan düy neçəsini boşuyur. Elə gələn idin, vaxtında gəliydin.
Sana ne kadar elçi düşdük, gəlmədin. İndi nəyə gəlibsən? Bir yerdə işləmir, sən nə ilə saxlayır? Burada sizə yer yoxdur. Hara gedirsiniz, gedin. Oğlan məni məhlədəki dama apardı. Qurana and içirəm. Həyətlərindəki bir ağ küçük yürə-yürə gəldi. Küçüyün ağzı baldırımı ıslatdı. Bərk qorxdum. Elə bildim dişləyəcək. Baxdım ki, küçük baldırımı öpə-öpə aparır. Küçük öpə-öpə məni gəlin otağıma saldı. Gəlin otağı deyim də. Ha vaxtsa, hardasa, bəlkə də dünyada heç kəsə qismət olmayan bir gəlin otağı. Axırın-axırı sökülməmiş, inəyin kəndiri dirəyindən açılmamış mal töyləsi mənim gəlin otağım oldu. Qonşularda kimin atılası barxanası, atılası qavqaşığı, qulp olmayan qazan, çatlaq nəlvəki, nə isə yığdılar mənə gətirdilər. Hardasa 10-15 gün keçmişdim. Atam evinin qonşusu İradə, bir də Zöhrə xala, ipəkli, qumaşlı, cehiz barxanası qayırdı gətirdi. Aksavada Dompiyoneri müdürü işləyən Navat müəllimə nə qədər produkt gətirdi. Ağ Suyuncalar kəndində yaşayan qohumdur, Qadir kişi gətirdi, stolun üstə 1000 manat qoydu. Buradan hamısına minnətdarlıq eləyirəm, Qadir kişiyə də rəhmət oxuyuram. Bu mal töyləsi mənim gəlin otağım oldu. Bir gecə işığı yandıranda elə bildim yerə parça sərilib, özdə rəngli parça. Az parça nədir? Ya Rəbbi, yer üzündə dünya miqyasında nə qədər həşarət olarmış, rəng-bərəng. Ay tövbə, bax, barmağım qədər boşluq yox idi həşarətdən. Deməli, bunlar gecələr çıxırmış. Həmin gündən bir də işığımı keçirmədim. Bir gün işdən gələndə gördüm pastelimin üstə yoğun bir ilan quyruğu yatır. Ay tövbə, ilanın gözləri elə bil adam gözləri idi. O mənə elə baxırdı. Qonşuları çağırdım, hərə bir yava bil gətirdi, öldürməyə qoymadım. Yox, onu öldürsəniz, mən burada yatanmaram. İlan mənə baxa-baxa sıyrıldı, taxtımın altına getdi. Günü bu gün də bilmirəm o haraya getdi. Nəysə, Allahla bağlı çox söhbətlər eləyə bilərəm. Sizləri yoğurdum. Həm də TikTok çox götürmür. Hələlik bu qədər, sağ olun.